İndiki məqamda əsas diqqət çəkən məsələ Trumpın İrana hücum planından imtinasıdır. Bu qərarın məhz ölkədə hakimiyyətin dəyişdirilməsi ilə bağlı olduğu iddia edilir. İranda alternativ siyasi rəhbərin olmamasının onun belə bir qərar almasına səbəb olduğu bildirilir. Vaşinqtonu belə bir gedişə məcbur edən digər səbəb isə Tehranda hakimiyyətin dərin birləşməsidir. Aksiyalarda hökumət nümayişçilərə qarşı birgə mübarizə aparır. Yəni hakimiyyətin müxtəlif dairələrində fikir ayrılıqları olsa da, etirazlar onları eyni amal uğrunda birləşdirə bildi. Bu da özlüyündə xarici təzyiqlərin İranda gözlənilən dəyişiklikləri təmin etməyəcəyini göstərir. Nəticədə Amerika Birləşmiş Ştatlarının təzyiq siyasəti Tehran tərəfindən idarə olunan bir siyasi stabillik mühitində məhdud təsir göstərir. Trump'ın siyasəti Amerikanı özəlliklə Orta Doğudan uzun və maliyyətli savaşlar çəkməkdir. Propaganda yaratan özəlliklə Şahın oğlunun bəzi yerlərdə öz tərəfdarlarının faşistcə davranışları və başqa niruları və başqa müxalifləri öldürməsinə göstərməsi Amerikada belə gəldi ki, kəsinliklə Şahın oğlunun gələcək rejim dəyişməsində rolu ola bilər.